Lakin artıq yanvar ayının xüsusilə də 4-dən başlayaraq 8-nə qədər olan müddət ərzində Qafqazın cənubunda orta troposfer və atmosfer tərkibində artım gözlənilir ki, bu da yanvar ayının 4-dən 8-nə qədər olan müddət ərzində Qafqazın cənubunda hava şəraitindəki kəskin dəyişiklik ehtimalını bir xeyli zəiflədəcək. Yəni artıq nisbətən sabit hava şəraiti müşahidə edilə bilər yanvar ayının 4-dən 8-nə qədər. Lakin yanvar ayının xüsusilə də artıq 9-u, 10-u, 11-i valantisində növbəti proses nəticəsində artıq Avropanın şimalından növbəti su atmosfer cəbhəsindən əvvəlcə Avropanın şərqinə, Qara Dəniz arasında daxil olması gözlənilir. Artıq yanvar ayının 10-u, 11-i və 12-sində isə bu sistemin artıq cəbhənin bir qolunun da Şimali Qafqazdan, Cənubi Qafqaz, Azərbaycan arasında daxil olması ehtimalı var. Ümumilikdə isə yanvar ayının yəni artıq 10-dan 11-dən sonra da Qafqazın Cənubi Azərbaycan arasında hava şəraitində kəskin soyuma ehtimalı var. Bu barədə ümumi olaraq yenilənmiş məlumatların təhlilləri kanalda yayınlanacaq. Lakin bugünkü təhlillər bir daha bunu bildirmək istəyir ki, bugünkü təhlillər onu göstərir ki, yanvar ayının 2-si və 3-ündə, yəni yanvar ayının 1-i artıq başlayan proses nəticəsində yanvar ayının 2-sində Bakıda yerdə qar örtüyünün əmələ gəlməsi ehtimalı zəif ehtimaldır. Avropanın İslam Dableyev Hava Təhlilləri Mərkəzinin superkompüter modellərinin yenilənmiş məlumatların təhlilləri ilə tanış oluruq. Bu modellər də eyni siqnalı verir ki, həqiqətən də yanvar ayının 4-dən 7-si 8-nə qədər olan müddət ərzində Qafqazın cənubunda orta troposfer və atmosfer tərkibində artım gözlənilir. Bu da yanvar ayının 4-dən 7-si 8-nə qədər olan müddət ərzində Qafqazın cənubunda hava şəraitində kəskin dəyişiklik ehtimalı zəif edir. Daha çox mülayim və sabit hava şəraitinin səbəb olması ehtimalı var. Lakin artıq yanvar ayının xüsusilə də artıq 9-u, 10-u və 11-dən başlayaraq artıq Mərkəzi Avropanın, Şərqi Avropaya doğru, Avropanın şimalından soyuq arktik atmosfer cəbhəsinin daxil olması riski var. Nəticədə artıq yanvar ayının 9-u, 10-u və 11-də əvvəlcə Türkiyə arasında hava şəraitinin kəskin dəyişilməsi ehtimalı var. Artıq yanvar ayının xüsusilə də 10-u axşama doğru və 11-də isə bugünkü modellərin təhlillərindən əsasında yanvar ayının 11-dən başlayaraq Qafqazın Cənubi Azərbaycan arasında hava şəraitinin yenidən kəskin dəyişilməsi ehtimalı var. Lakin yenilənmiş məlumatların təhlilləri kanalda yayınlanacaq. Daha çox bu sistemin Avropanın mərkəzi hissələrinə doğru yayılması ehtimalı var. Bu da onu göstərir ki, yanvar ayının artıq 9-u, 10-u, 11-i və 12-sində bu sistemin daha çox Avropanın mərkəzi rayonlarına təsir etməsi nəticəsində bu sistemin sağ qolunun Qafqazın cənubuna keçməsi fonunda, yəni bu siklonun sağ qolunun, yəni isti cəbhənin daha çox Afrikanın şimalından mülayim havanı və eyni zamanda Aralıq dənizindən rütubətli və mülayim havanı Qafqazın cənubuna daşıması ehtimalı var ki, bu da Azərbaycan arasında hava şəraitinin kəskin dəyişməsi ehtimalını bir xeyli zəiflədir.